Bilməlisiniz ki, bu kompüterdə virusun olmağını bildirir. Yəni A variantı budur. Ayrı-ayrı sənədlərdə fərqli görünüş rejimlərinin olması. Yəni misal üçün mən birində fərqli görüntü açmışam, birində fərqli görünüş rejimi açmışam. Bu ola bilməz. Cavab B variantıdır. Gəlin bunları da analiz edək. Göy ekran, ağ yazı xətası. Bu da virusun göstəricisidir. Əməliyyat sisteminin çökməsi, bu da virus göstəricisidir. Kompüterin yavaşlənməsi, bu da virus göstəricisidir. Amma ayrı-ayrı sənədlərdə fərqli görünüş rejimləri, yəni bu proqrama aid olan bir şeydir, bu virusun olduğunu göstərə bilməz. Gəlirəm ikinci suala. Yazıb ki, ilkin baxışda əsli ilə eynilik təşkil edən, amma saxta olan hər hansı internet resursuna yönəltməklə sizin həmin səhifədəki bütün əməliyyatlarınızı izləməyə nail olur. Buna nə deyirlər? Uşaqlar, baxın, buna phishing hücumları deyirlər, phishing. Phishing nədir? Phishing odur ki, bax, misal üçün, biz açırıq, orada bizim üçün tutaq ki, baxırıq ki, Facebooku, hardasa Facebookun işarəsini qoyub, formasını eynisini verib. Bu phishing hücumlarına aiddir. Amma burada misal üçün biz müxtəlif kodlardan istifadə ediriksə, bu brute force-dur. Yəni çoxlu kodları yoxlayır falan filan. Bu brute force-dur. İndi qabaqda deyəcəm bunlar nədir. Yazıb brute force əməliyyatının qorunma kimi verilə bilməz. Brute force-dan qorunma kimi verilə bilməz. Default şifrələrdən istifadə. Brute force şifrəyə yönəlik bir şeydir. Yəni biz misal üçün kartınızın kodu nədir sualını versəm, siz mənə nə cavab verərsiniz? Bunun təbii ki, cavabını verməyəsiniz. Çünki desəz kartınızın kodunu biləcəm də. Ona görə deməmək lazımdır. Və kartınızın kodu tutaq ki, belə bir şeydir də. Məsəl üçün təxmin eləyirəm də. Tutaq ki, Nərgizin kartın kodu nə ola bilər? Nərgiz ola bilər 2003. Yəni bu nəyəsə kodu deyilsə, yəni bu avtomatik ağlıma birinci bu gəlir ki, yəni tələbə bu kodu qoya bilər. Ya da Nərgiz 12345, Nərgiz 555, nəsə belə bir kod. Bu default şifrələrdən yoxlamaq, bu brute force-un qorunma yolu deyil. Brute force odur ki, girir tez-tez bizi yoxlayır ki, bizim kodlarımız hansı ola bilər? Nə bilim, telefon kodumuzu götürür, şəbəkə kodumuzu götürür. Bu brute force-dur. Yazıb ki, A variantı səhvdir. Double, yəni iki qat istifadə bu düzdür. Şifrələrin tez-tez dəyişdirilməsi bu düzdür. Brute force-dan qoruna bilər. Müxtəlif hesablarda müxtəlif tipli şifrələrdən istifadə. Tutaq ki, mən Instagrama başqa kod qoymuşam, Facebooka başqa bir kod qoymuşam. Bu təbii ki, brute force-u, yəni qoruyuram da. Birində fərqli qoyuram, birində fərqli qoyuram ki, şey olmasın da, kimsə birini biləndə o birisini də bilməsin. İki qat identifikasiya yoxlamaq bu belədir. Şifrədə şəxsi məlumatlardan istifadə etməmək. Bəli, bu da belədir. Yəni öz doğum tarixinizi falan filan qoymaq o qarşı tərəfin ilk ağlına gələn bir versiyadır da, ya 555 qoyur, doğum tarixini qoyur. E, Nəsə belə bir şeylərdir. Default şifrələrdən istifadə bu brute force-dan qorunmaq deyil. Gəlik bura, biometrik identifikasiya vasitəsi sayılmır. Barmaq izi biometrik deyəndə insana məxsus olan bir şey. Yəni misal üçün biz baxırıq ki, barmaq izi göz qişası, əlin həndəsi quruluşu, bir də imza. Bunlar bizim biometrik, yəni sırf bizə məxsus olan bir şeylərdir. Amma milliyyəti deyəndə misal üçün da bu misal üçün eyni cinsdən ola bilər, eyni milliyyət ola bilərik. Yəni bu fərqlilik biometrikə aid deyil. Biometrik insanın belə deyək də xas olan xüsusiyyətlər, baxışı, barmaq izi, bu asan xidmətlər falan yoxlamaqdır. Bu tipli şeylər olur biometrik. Gəlirik 5-ci suala. 5-ci sualda bizə nə deyir? 5-ci sualda bizə deyir, təşkilatın fərdlərin və müxtəlif hücumlardan müdafiə olunması məqsədi ilə və müvafiq profilaktik tədbirlərin görülməsi, mütəmadi yenilənmə və təkmilləşdirilmə düzgün təşkilin idarə olunması sahəsidir. Bu hansı sahədir ümumi olaraq deyir? Bizə maraqlıdır nə? Bu kibergigiyena deyilən bir sahədir. Gəlin bunu araşdıraq. Baxaq, kibergigiyena. Bunu yazdıq. Mən sizə göstərim. İki cür olur. Bir fərdi mühitdə, bir də nədir? Korporativ mühitdə təhlükəsizlik. Yəni bunun tərcümə olaraq belə deyə bilərsiniz ki, bax, təşkilatın, fərdlərin, iş şəraitinin, insan və yaxud da ki, botun təsirlə müxtəlif müdaxilə, istismar, təhdid hücumlarından qorunması. Yəni belə deyək də, biz hansısa bir kibergigiyena odur ki, hansısa bir özünü qoruma vərdişləri saxlayır. Yəni biz hansısa bir avadanlığa, misal üçün nəsə yönləndiririk ki, misal üçün biz bunun riskini azaldaq, burada kod ələ keçməsin və bu kimi şeylər. Kibergigiyena deyəndə, yəni özünü qoruma vərdişləri deyəndə bilin ki, burada kibergigiyenadan söhbət gedə bilər. Burada cavab olacaq nə? Kibergigiyena. Cavab B variantıdır.
Sonra gəlirəm 6-cı suala. Altda nə deyir? Deyir informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna əsasən adekvat, obyektiv və faydalı olması onun nəyini izah eləyir? Burada siz araşdırsanız görərsiniz ki, informasiya haqqında qanun var. Belə bir şey, qanun yazar. Qanun sözünü yazalım, bir dəqiqə deyəcəm. İnformasiyalaşdırma və mühafizəsi haqqında qanun. İnformasiyanın əsas 4 dənə anlayışı var. Təhlükəsizlik, kibertəhdid, kiberhücum, kiberinsident. Təhlükəsizlik deyir nədir? Biz onun informasiya tamlıq, dəqiq, səlis, aktual və bütöv olmalıdır. Əlçatan, müraciət və əldə etmə nəzarətdə saxlama mümkün olmağı, konfidensial, yalnız səlahiyyəti olan şəxslər tərəfindən istifadə olunması, mötəbərliyi də onun adekvat, obyektiv və faydalı olmasından irəli gəlir. Deməli, cavab burada nə olacaq? Adekvat, obyektiv, faydalı olması onun nə idi? Onun mötəbərliliyi. Konfidensiallığı nə idi? Yalnız səlahiyyətli şəxslərin istifadəsi. Cavab olacaq burada nə variantı? C variantı. Gəlirəm 7-yə. Kiber təhdid. Kiber təhdid nədir? Misal üçün təhdid sözündən elə yola çıxaraq burada cavabı tapa bilərsiniz. Amma bir dənə mən sizə bunu tam nəzərə anlayışlarını buradan görsədim. Bax, deyir ki, kiber təhdid, kiber insident. İnsident nədir? İnformasiya təhlükəsinin pozulmasına səbəb olan hadisə. Hadisə sözü varsa, bu insidentdir də, yəni hal-hazırda baş verən pozulmaya səbəb olan bir hadisədir. Hücum nədir? Qəsdən törədilən əməldir. Təhdid nədir? Hansısa bir təhlükəsizliyin pozulmasına səbəb olan amil və ya vəziyyət. Deyir ki, misal üçün, tutaq ki, mən hansısa bir kart hesabım yayılıb və bu mənim kiber təhdidə məruz qalmağıma əsas yaradır. Və yaxud da ki, tutaq ki, mənim kartımdan nəsə bir pul çəkirlər, bu qəsdən törədilən əməldir. Bu kiber hücumdur. Və yaxud da ki, orada hansısa bir kart hesabımı götürüb paylayırlar falan filan, bu kiber insidentdir. Yəni bu hadisənin necə deyək, kiber təhlükəsinin pozulmasına səbəb olan hadisədə kiber insident adlanır. Cavab olaraq belə götürəcəyik. Demək, cavab nə olacaq burada? Bizə nə lazımdır? Kiber təhdid. Kiber təhdid olacaq informasiya təhlükəsinə səbəb olan amil və ya vəziyyət. Amil və ya vəziyyət. Gəlirik, bu zərərverici proqramlar video proqramları kimi məşhurdur. Gəlin bu proqramlar biz birinci adlarını öyrənək. Rootkitlər, spyware, ransomware, viruslar və misal üçün troyanlar. Bax, burada cavab şey olacaq. Biz 8-də götürəcəyik rootkitlər. Bu video proqramları kimi sayılır. Bax, burada yazıram. Rootkitlərin tərcüməsinə baxaq. Rootkitlər də yazıb ki, bax, ransomware, rootkitlər, troyanlar və spyware. Demək, bunlar zərərverici proqramlar kimi gedir. Viruslar, spyware, troyanlar, ransomware, rootkitlər. Spyware deyil, casus proqramlarıdır və bunların içərisində ən məşhuru nədir? Keylogger. Bu nədir? Hansısa bir misal üçün də məlumatı icazəsi olmadan məlumat toplamaq üçün istifadə olunur. Troyan odur ki, belə deyək də, özünü lazımı bir proqram kimi aparır, amma proqram işə düşəndən sonra görürsən ki, ya, bu lazımlı proqram deyilmiş. Və ya özünü antivirus proqramı görünüşünə salır. Biz onu istifadə edəndə görürük ki, sən demə bu antivirus proqram deyil, başqa bir şeydir. Yəni troyanlar odur, özünü lazımı proqram kimi aparır. Sonra gəldik burada, daha doğrusu fidya proqramı kimidir, tanınır. Hə, fidya proqramı şeydir, olur. Ransomware. Ransomware PDF proqramı kimi tanınır. Yəni biz misal üçün bura daxil olandan sonra bizdən hansısa bir tutaq ki, fayla daxil olanda bizdən kod istəyir. Bu ransomware-dir. Rootkitlər də odur ki, sistem fayllarına sızır və biz oradan məlumatları nə edə bilirik? Misal üçün hansısa bir sistem fayllarımıza keçir, user faylları falan və avtomatik bizim məlumatlarımızı şifrələyir. Rootkitlər də budur. Bizə onda cavab nə olacaq burada? Sistem fayllarına sızan rootkitdir. Ransomware-də fidya proqramı kimi tanınır. Biz gətiririk onda buradan nəyi götürürük? Bir dəqiqə. Biz buradan götürəcəyik. Ümumi olaraq ransomware deyilən proqram.
Sonra 9-a deyir, şəbəkədə deyir, yayılmış viruslar necə ola bilər? Şəbəkədə virus bir aktiv ola bilər, bir də passiv ola bilər. Aktiv odur ki, fayla daxil olur, istədiyini həyata keçirir, həm də dəyişə bilir. Passiv odur ki, fayla daxil ola bilir, ancaq orada dəyişiklik eləyə bilmir. Yəni bax burada göstərdimsə, şəbəkədə, şəbəkədə yayılmış, şəbəkədə. Şəbəkədə yayılmış iki cür olur. Bir aktiv olur, bir də passiv olur. Aktiv odur ki, icazəsiz giriş əldə eləyir, məlumatı silir, şifrələyir və zədələyə bilir. Passiv hücum odur ki, şəbəkəyə girişi əldə eləyə bilir, izləyə bilir, oğurlaya bilir, sadəcə heç bir dəyişiklik eləyə bilmir. Daxil olur, görür, məlumatı götürür, izləyir, amma onun üzərində hansısa bir redakta işlərini görə bilmir. Bu da bu formada tərcümə olunur. Biz onu da burada nəyə götürəcəyik? Burada nəyə götürəcəyik? Aktiv hücum, bir də passiv hücum. Bunu deyəcəyik. Sonra gəldik 10-cu suala. 10-cu suala bu mərhələ sizin kim olduğunuzun iddiasıdır. Məsələn, filanca tələbə bileti ilə yaxınlaşıb. Bu kursun tələbəsi olduğunu deyirsiniz. Yəni, bu bir baxımdan iddia eləmiş olursunuz. Nəyi? Uşaqlar, bax, tutaq ki, mənim əlimdə bir dənə şey var. Nədir onun adı? Məlumat var. Mən kiməm? Bu identifikasiyadır. Mən sizə əgər şey göstərirəmsə, tutaq ki, bunu sübut eləyirəmsə, bu identifikasiyadır. Amma yox, bunu həmin prosesi həmin belə deyək də, məlumatımı göstərəndən sonra bunu icra eləyirəmsə, bu avtorizasiyadır. Yəni mən kiməm? Burada cavab identifikasiyadır. Əgər yox, mən bunu sizə bir sübut eləyirəmsə ki, bir hansısa bir göstərici ilə ki, bax budur, filan şey budur. Bu olur identifikasiya. Yox, əgər mən burada hansısa bir belə deyək də dəyişiklik eləyirəmsə və işimi icra eləyirəmsə, icazəm var bu işi görməyə, bu da olur avtorizasiya. Və bu formada belə olacaq. Gəlirik 11-ci suala. 11-də nə deyir? Bu əməliyyat hər hansı hesabınıza, meylivizə edilən şifrələr toplusudur. Uşaqlar, şifrələrlə əgər bizim hücumlar olunursa, tutaq şifrələri yoxlayır da, filan 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 şifrələr, 1 2 3. Bunlar brute force adlanır. Brute force şifrələrlə yoxlamadır. Yəni ki, biz brute force-dan qorunmaq üçün biz normalda ardıcıl şifrələr qoymamalıyıq. Fərqli-fərqli işarələr qoymalıyıq. Ət işarəsi qoymalıyıq, altdan xətt, sual, nə bilim, böyük kiçik hərflərindən, ardıcıl rəqəmlərdən yox. Eyni hərflərdən yan-yana yox. Fərqli-fərqli dəxilsiz bir şeylər qoymalıyıq ki, biz nə etməsin? O onu təxmin edə bilməsin. Gəlirik 12-ci suala. İnformasiya sisteminin fəaliyyətinin dayanması və yaxud da ki, pozulması, yaxud informasiya təhlükəsizliyinin pozulmasına səbəb olan hadisə. Bax, bayaq dedim, biz burada kiber insident deyilən bir şey var idi. Yəni, biz nə edirik? İnformasiyanın təhlükəsizliyinin pozulmasına səbəb olur. Bir hadisə, insident hadisə deməkdir də elə. D variantını burada biz doğru cavab kimi götürə bilərik. Kibergigiyena da odur ki, biz misal üçün bunu fərdi mühitdə, bir də korporativ mühitdə özümüzü kiber hücumlardan qorunmaq üçün lazım olan vərdişlərdir. Kibergigiyena da budur. Konfidensiallıq odur ki, bayaq dedik. Orada mötəbərlik var idi də, adekvat. Və burada misal üçün mötəbərliyin tərifini görəndə adekvat, obyektiv, faydalı olmağı. Odur ki, konfidensiallıq da oydur ki, yalnız səlahiyyətli olan şəxslər və istifadəçilər tərəfindən nə edə bilsin? İcra oluna bilsin. Və sizə burada göstərirəm. Konfidensial. İnformasiyanın bax tamlığı, dəqiq, səlis, aktual və yaxud da ki, bütöv olmalıdır. Əlçatanlığı odur ki, biz burada nə edə bilirik? Nəzarət ələ keçirdə bilirik. Konfidensial yalnız səlahiyyəti olan şəxslərdir. Adekvat, obyektiv, faydalı olmağı da bu nə idi? Mötəbərliyidir. Bu da belə buna görə dəyişir. İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında qanuna əsasən informasiya mühafizəsinin əsas məqsədlərindən deyil. Əsas məqsədlərindən deyil deyəndə nəyi başa düşürük? Bax, misal üçün bunu biz standartda oxuya bilərik də. İnformasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının qarşısının alınması. Bu mühafizəsidir. Dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsinin təmin edilməsi. Bu da olur.
uyğun gəlir. İnformasiyanın məhvi, modifikasiya, sürətinin çıxarılması, tədqiq edilməsi və yaxud da ki, sanksiyaların hərəkəti qarşısı alınması bu da mühafizəsi haqqındadır. Dövlət sirrini təşkil edən və konfidensial informasiyanın qorunması və sənədlər və sənədləşmələr üzərində mülkiyyətin hüquqi təmizlənməsi. Hüquqi formada təmizlənmək bu tamam başqa bir şeydir. Yəni informasiya mühafizəsi haqqında qanunda yoxdur. Burada indi qanunu oxusaq, bax, informasiya mühafizəsi haqqında qanun. Burada biz görə bilərik. Bir dəqiqə, burada yazmışdı. Hə, bax, informasiyanın məhvi, itməsi və yaxud da ki, saxtalaşmanın qarşısı alınması, dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyi təmin olunması, məhvi, modifikasiya, sürətin çıxarılması, tədqiq edilməsi, dövlət sirrini təşkil edən və konfidensial informasiyanın qorunması və yaxud da ki, burada nədir? İnformasiya proseslərində onların təminat işlənməsi, istehsalı, tətbiq zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması. Burada biz bunu götürəcəyik. A variantını. Sənədlərlə bağlı işlərdə ki, A variantı gedir. Hamı düzgün cavab. Mülkiyyətin hüququnun təmizim olunması, mülkiyyət deyəndə bu səhv olur. Mülkiyyətin hüququnun təmizim olunması. Çünki bunların hamısı var idi. Bunların hamısı oxuduqlarımızın içində var idi. Bax, biz bayaq şeylər 15-ci suala baxsaq, casus proqramlar, keylogger və biz bunların içində nəyi gördük? Keylogger kimi istifadə oluna bilən, biz burada spyware-ni gördük. Ransomware var idi, rootkitlər var idi. Rootkitlər nə idi? Ümumi olaraq nə edirdi? Sistem fayllarına sızırdı. Ransomware fidya proqramı kimi özünü aparırdı, fidya. Troyanlar nə idi? Özünü lazım proqram kimi göstərirdi, amma işə düşəndən sonra nə edirdi? Öz pis niyyətini həyata keçirdirdi. Virusların da tərifini standart bildiyimizdir. Bax, viruslar yazıram. Bura virusun ilkin tərifi var. Çoxalmaq qabiliyyətinə malik olan ziyankar proqramlardır. Malware, yəni məqsədli şəkildə yaradılır. Məqsədli şəkildə yaradılanda bu da buna uyğun gələcək. Nəysə, gəlirəm buradan nəsən suala, 16-cı suala. Deyir, əməliyyat sistemini sistem fayllarına sızaraq. Demək, sistem fayllarına sızaraq sözünü görəndə mən avtomatik hansını götürməliyəm? Root kitləri. Root kitlər sistem fayllarına nə edir? Avtomatik sızmağa malikdir. Wi-Fi-nin təhlükəsizliyi üçün daha məsləhətlidir. Burada uşaqlar VPA 3, 4 ilə 5 hələ yoxdur. Bu 2 də çox köhnədir. Daha A variantı olacaq. İstifadəçi özünü lazım proqram kimi göstərir, ancaq fərdi kompüter işə düşəndən sonra öz pis niyyətini həyata keçirir. Hansı? Yəni troyanlar. Bu da bu formada. Stealth gözə görünməz viruslar adlanır və burada CIA Trade və anlayışlarına görə informasiya o zaman məxfi hesab olunur ki, yəni üç əsas qanun əsasında burada nələrdir? Bir məxfilik, tamlıq və əlçatanlıq anlayışlarına əsaslanır. Birinci tərəfdə bax, burada yazılıb. İnformasiya məxfi olmalıdır, tam olmalıdır və əlçatanlığı nədir? Təmin olunmalıdır ki, bu informasiya üç əsas anlayışlara görə təhlükəsizlik qorunur. Məxfilik, tamlıq və yaxud da ki, əlçatanlıq. Bu da belədir. Gəlirəm 20-ci suala. 20-də nə deyir? Hansı yanlışdır? Aktiv hücum zamanı hücumçular həm icazəsiz giriş əldə edir, həm də məlumatları şifrələyir, silir. Bu şəbəkədə iki cür hücum var idi. Aktiv hücum, bir də passiv hücum. Aktiv hücum o idi ki, həm daxil olurdu və istədiyini də nə edə bilirdi, zədələyə bilirdi. Passiv hücum odur ki, təcavüzkarlar şəbəkəyə giriş əldə edə bilir, həssas məlumatları izləyə bilir və onu oxlaya bilir. Lakin heç bir dəyişiklik eləyə bilməz. Bu da düzdür. Kiber hücum informasiyanın kiber təhlükəsizliyinin səbəb olan hadisədir. Şu hadisə sözü var idi, o hansı idi? Kiber insident dediyimiz bir şeydir. Ümumi olaraq e, 4 kateqoriya, hücum növləri 4 kateqoriyadadır. Ələ keçirmə,
dəyişdirmə, fasilə və qondarma. Bunlardır. Şəbəkədə yayılmış hücumlar aktiv və passivdir. Bu da cavab nə olacaq? C variantı. 21. Məlumat və informasiya sistemlərinin icazəsiz giriş, istismar, nüfuz etmə, pozulma, dəyişdirmə və yaxud da ki, məhv etmə hallarından qorunması informasiya nəyə adlanır? Ümumi olaraq təhlükəsizliyi. Gəlir 22-yə. 22-də bizə nə deyir? Deyir ki, özünü lazımi proqram kimi göstərir. Özünü lazımi proqram kimi göstərən hansı idi? Ümumi olaraq Troyanlar. İnformasiya təhlükəsizliyinə əngəl yaradanlar deyir necə adlanır? İnformasiya təhlükəsizliyinə əngəl yaradanlar. Hacker, cracker. Bax, belə bir anlayış var. E, Burada Hacker nədir? Yəni onsuz da bilirsiniz bu mənasını. Crasher də odur ki, Hacherdən biraz az bilir və onun belə deyək də ondan biraz məlumatı azdır. Hacker istədiyini eləyə bilir, amma Crasherdə o da bəzi məlumatları Hacherdən biliyi az olan, sadəcə istədiyi məlumatı əldə edə bilən şəxslərə deyilir. Gəlirəm 24-də hər hansı hesaba meyillə edilən şifrələr toplusunun yoxlanılması əməliyyatı aşağıdakı hücum növlərinə hansılara aiddir? Şifrələr sözü varsa bu brute force-dur. Yadınızda qalsın. Brute force bu nədir? Şifrələrə əsaslanan bir hücum növüdür. Kompüterə virusun həyat yolu nə ilə başlayır? Bir, yoluxdura bilir, bir də aktivləşdirir. Bunlar nəzərdə baxarsınız. İnformasiya təhlükəsizliyi üçlüyü bayaq dedik. Məxfilik, əlçatanlıq, bir də nə idi? Ümumi olaraq məxfilik, əlçatanlıq, bir də tamlıq. Cavab nə olacaq? 1, 3, bir də 5. Kiberdələduzun xüsusi növü olan bu təhlükə növü aldatma deyir ki, kiberdələduzun xüsusi növü olan bu təhlükə növü aldatma yolu ilə adətən şəxsi məxfi xarakterli məlumatların təqdim etməyə, məcbur etməyə yönələndir və sizdən nə istəyir? Avtomatik qeyd edilmiş hansı təhlükə növünə aiddir. Deməli, əgər məndən Facebook linki verib və orada məndən nə istəyir? Adımı daxil etməyimi, bir də kodumu daxil etməyimi. Yəni özünü elə bil o biri proqrama oxşadır, həm də məlumatlarımı alır. Bu artıq phishing hücumları gedir, phishingdir. Deyir, aşağıdakılardan hansılar təhlükəli icazə səviyyələrinə aid deyil? Məsəl üçün, mən şəkillərimə daxil olmaqlarına icazə versəm, bu təhlükəlidir. SMS-lərimə daxil olmağını istəsəm, bu da təhlükəlidir. Tarixçəmə daxil olmağını istəsəm, təhlükəlidir. Kontaktlarıma, mesaj kontaktlarıma, hesablarıma daxil olmağını istəsəm təhlükəlidir. Wi-Fi-yi söndürməyimə icazə. Yəni bunun heç bir təhlükəsi yoxdur. Şifrə daxil etdikdən sonra telefona unikal kodun göndərilməsi vasitəsi necə adlanır? Yəni biz nə edirik? Bax görürsüz, bir bankda da var da, hesab göndərən kimsə bir dənə kod atdırır ki, bu kodu təsdiqlə. Bunun adı ümumi olaraq iki tərəfli, bu bir dəqiqə, iki tərəfli identifikasiya. Yəni A variantına uyğun gəlir. İki tərəfli identifikasiya bu nədir? Ümumi olaraq qarşı tərəfə göndərilən kodun Share trade. Yox, o məxfilikdir. Burada həm mən daxil edeyim, həm də ki, hesabdan mənə gələn məlumatları yoxlayım. Bu artıq iki faktorlu identifikasiya adlanır. 30-cu sual. Bura nə deyir? Bu təhlükəli növdə lazımi məlumat əldə edilməsi üçün yalandan və yaxud da ki, manipulyasiyadan istifadə edilir. Bu hansı təhlükə növüdür? Uşaqlar, manipulyasiya deyirsə, yəni belə deyək də, elə bir kimsə sizə dostluq atır və başlayır sizə deyir ki, hə, nə bilim, müəyyən çatdaşma vasitəsilə həyata keçirilən bir şeydir. Buna sosial mühəndislik hücumları deyirlər. D variantı. Yəni belə deyək də, e, fərdin heç bir proqramdan istifadə eləmir, sadəcə elə bir sənə ümumi olaraq fikirlərini oğurlayır, səninlə danışır, dərdləşir, amma sənə belə deyək də məlumatlarını götürmək xidmət edir. Fərdi məlumatların toplanması, işlədilməsi, mühafizəsini həyata keçirdən xüsusi və yaxud da ki, fiziki şəxs dövlət və yaxud da ki, yerli özünü idarə etmə orqanı hesab olunur.
Burada gəlin bunu mən sizə şeydə görsədim. İki dəqiqə. Obyektiv operator. Bax, ümumi fərdi məlumatlar bu bizə nə edir? E-post adresimi daxil etməyə xidmət edir. Sonra xüsusi kateqori fərdi məlumatlar, irqi, milli mənsubiyyət, ailə həyatı falan filan. Fərdi məlumatlar operatoru bu nədir? Bir orqandır. Yəni bizə nə edir? Hansısa bir MyGov hesabımızı soruşur, oradan məlumatlarımızı əldə eləyir. Bu xüsusi orqanın adıdır. Subyekt bizim özümüzdür, şəxsdir, saxlanma və işlənilmə. Buna görə də dəyişə bilər. Cavab nədir? A variantı. Gəlirik 32-yə. Deyir, hədəf şəxsə proqram, şəkil, musiqi, kino, yəni hansısa sənəd adı ilə e-mail yükləmə saytları, yükləmə keçidləri, link vasitəsilə kompüterə zərər verən yükləmə naildir. Malware. Bu təhlükə hansı növünə aiddir? Buna zərərverici yoluxdurma deyirlər. Deməli, baxın, sosial mühəndislik hücumları demək bizi manipulyasiya eləyir. Brute force müəyyən şifrələrdən istifadə eləyir. Yəni kodları ancaq yoxlayır da, şifrələri yoxlayır. Phishing odur ki, oxşarını yaradır, bizdən fərdi məlumatlarımızı alır. Vishing də var. Bu da telefona elə bil belə deyək də, telefon yolla həyata keçirilən bir şeydir. İndi qabaqda sual var, indi göstərəcəm buna aid bir dənəsini. Deməli, burada cavab nə olacaq? Zərərverici yoluxdurma, şəkil, musiqi falan bizə göndərirsə, burada cavab olur bizə zərərverici yoluxdurma. Gəlirəm 30-cu suala. 33-də nə deyir? Həqiqiliyi təsdiq etmək üçün istifadə edilən bir sıra metodlardır. Şəxsiyyət iddiasının olub-olmadığını müəyyənləşdirir. Deməli, mənim hansısa bir kartım varsa, şəxsiyyət vəsiqəm, bu identifikasiyadır. Da ki, mən kiməm? Da ki, Cumali. Sonra sizə göstərirəm əmək kitabçamı. Orada yazılıb müəllim. Əmək kitabçam ki, identifikasiya sayılır. Və gedirəmsə, hardasa bir universitetdə dərs deyirəm, kursda dərs deyirəmsə, bu artıq mənim ümumi olaraq avtorizasiya prosesləri deyilməlidir. İdentifikasiya ilə eyniləşdirmə sözü eyni şeydir. İdentifikasiyadan sonrakı gələn növbəti addımdır. Yəni mən kiməm? Filan kəs. Ondan sonra nə gəlir? Biz hansısa bir prosesi keçirdirik də yoluna. İdentifikasiyadan sonra növbəti addımdır. Sistem təsdiq etdikdən sonra nə etməyə icazə verdiyimizi göstərəcəkdir. Hə, biz əgər hansısa bir belə deyək də prosesi, yenə deyirəm, icra eləməyə icazə yaradır. Bu artıq bizə avtorizasiya prosesidir. Avtorizasiya. Və bunu nətə tam rahat izah eləsəm başa düşərsiniz? Bax, kim olduğunuz identifikasiyadır. Sübut eləyirsinizsə bu identifikasiyadır. Əgər buna icazəniz varsa bu da avtorizasiyadır. Bax belə bir şey deyil. Bu da bu formadadır. Buna barmaq izi, əl, həndəsi, üz tanıma, gözün güzehli qişası, biometrikə gedirlər. Bizim elə bil sırf özümüzə məxsus olan bir şey. A variantı. Kim olduğunuzun iddiasıdır. Və kimsən? Sonra deyir ki, orada nələrin var? Şəxsiyyət müəyyənləşdirmə prosesi tələb edilən kənara çıxmır və sahib olduğu şəxsin hər hansı bir yoxlanılması əhatə etmir. Yəni adım filan kəsdir. Bu identifikasiyadır, yəni eyniləşdirmə. Y variantı. Sonra operator tərəfindən fərdi məlumat alınan hər hansısa bir şəxs, bu nədir? Subyektdir də ümumi olaraq. Subyekt hesab olunur. Təşkilatın, fərdlərin, iş şəraitinin, insan və yaxud da ki, botun təsiri müxtəlif müdaxilə, istismar, təhdid hücumlarından müdafiə olunması. Deyirəm ki, mən özümü qorumaq üçün istifadə etdiyim bir şeylərə mən nə deyirəm? Gigiyena. Gigiyena nədir? Özünü sağlamlıq qorumaqdır da. Bu da cavab nə olacaq? D variantı. Gəlirik 39-a. 39-a bizə nədir? Deyir, kompüter virusa düşdüyü əlamətlərdir. Kompüterin yavaşlanması bu düzdür. Mavi ekran xətasının yaranması bu da düzdür. Sonra internetdə axtarış edilən pop-up reklamların kompüter üçün əməli yaddaşın daimi informasiya saxlaya bilməməsi. Yox. Burada bizə nə maraqlıdır? Deməli, bir kompüter yavaşlayır. Bu heç virusa yoluxmanın əsas səbəblərindən biridir. İnternetdə axtarış edərkən reklamlar çox çıxırsa, bu da virusa yoluxmanın səbəbidir. Mavi ekran xətası versə, bu da ekrandır. Fayların içərisində qovluqların kopyalana bilməməsi. Yox.
Fayllar öz-özünə çoxlu kopyası yaradırsa, bu da əslində virusa yoluxmanın bir növüdür. Onu tam sözün flash ya da virus yoluxanda bilmirəm görmüsünüz yoxsa yox da görürsünüz ki, nə qədər shortcut yaradır özünə, qısa yollar yaradır. Burada indi başqa bir şey deyir. Deyir kopyalını bilməməlisən. Burada deməli biz götürəcəyik reklamı, xətanı, bir də yavaşlanmanı. Yəni cavab nə olacaq? Y variantı. Deyir aşağıdakılardan mobil cihazınıza və yaxud da ki, onun saxladığı qiymətli məlumatları qorumaq üçün istifadə olunan tədbirlərdən biri deyil. Deyir ki, Wi-Fi-dan istifadə etməmək, Wi-Fi-dan istifadə eləməmək, proqram təminatını yeniləmək, məlumatın ehtiyat nüsxəsini yaratmamaq, onun saxladığı qiymətli məlumatı qorumaq üçün olan tədbirlərini uzaqdan və izlənmə və ya silinməni aktivləşdirmək, iki faktorlu identifikasiyadan istifadə etmək. Aha. Y düzdür onsuz. A da düzdür. Yox, A Wi-Fi, ictimai Wi-Fi-dan istifadə etməmək. Hə, Wi-Fi-dan demir, ictimai Wi-Fi-dan deyir. A-nı götürə bilərik. Proqram təminatını yeniləmək. Məlumatların ehtiyat nüsxəsini yaratmamaq. Yaratmamaq deyir, hə, yaratmaq lazımdır da, yaratmaq lazımdır ki, biz o itəndə heç olmasa opsiyonu tapa bilək. C variantı. Gəlir aşağıdakılardan biri beynəlxalq təhlükəsizlik standartları deyir hesab olunur. İnşallah burada PHP, HTML, CSS bunlar proqram, o silə modeldir. Cavab ISO-dur. Bilmirəm, ISO sertifikatları falan eşitmisiniz, bilmirəm, eşitməmisiniz. Bu ISO deyilən bir şey var ki, o da standart. Ümumi olaraq şeydə də ISO-dur, NIST-dir. Sonra ən məşhuru belə bir standart var. Adını bura yazın. Bir dəqiqə. G, hə, GPS yox. Belə deyək də, GBP belə bir şey var. Bir dəqiqə gözləyin, burada göstərəcəm. Bu sualların birində var idi belə bir sual. Ən məşhuru GBP yazılan bir dənə şeydir və odur. Birinci versiya biometrik identifikasiya dəqiqliyini ölçmək üçün ən çox tanınan serdir. Və buradakı var. Ser var. Və burada yazacağam. Ser indi çıxacaq. Menecer çıxdı. Burada. Hə. Biometrik identifikasiyanın dəqiqliyi ölçmək üçün istifadə olunan ser üsuludur. Və budur. Nəsə uşaqlar, bax belə. Mən 40-a qədər gəldim, 60 dənədir. İndi 60-a qədər özünüz baxarsınız da, bir müəyyən qədər hissəsinə baxarsınız, öyrənərsiniz. Ondan sonrası da 20 dənə qalır. Onu da mənə işlətməyin. Baxarsınız, mövzular hamısı bir